Ticarət debitor borcları üzrə açıqlamalar cədvəlinin tərtib olunması barədə video təlimat. Ticarət debitor borcları üzrə açıqlamalar cədvəlində maliyyə vəziyyəti haqqında hesabatın, uzun müddətli debitor borcları və qısa müddətli debitor borcları sətirlərində əks etdirilmiş göstəricilər üzrə hesabat dövrü ərzində baş verən dəyişikliklər izah olunur. Ticarət debitor borcları üzrə açıqlamalar cədvəli müvafiq maliyyə vəziyyəti haqqında hesabatla eyni zamanda, yəni hər il bitdikdən sonra müvafiq olaraq aprel ayının 20-sinədək, iyul ayının 20-sinədək, oktyabr ayının 20-sinədək və növbəti ilin yanvar ayının 20-sinədək Maliyyə Nazirliyinə təqdim olunur. Ticarət debitor borcları üzrə açıqlamalar cədvəlində ticarət debitor borcları malların satışı, xidmətlərin göstərilməsi, işlərin görülməsi və digər bölməsi üzrə təsnifləşdirilərək hər biri üzrə uzun müddətli debitor borclar və qısa müddətli debitor borclar sütunlarında əks etdirilir. Malların satışı, xidmətlərin göstərilməsi, işlərin görülməsi və digər sütunlarında qeyd olunan məbləğlərin cəmi müvafiq əməliyyat sətri üzrə ayrılıqda olmaqla ticarət debitor borcları üzrə açıqlamalar cədvəlinin cəmi sütununda əks etdirilir. Cədvəldə şübhəli borclar üzrə düzəlişlər adlı ehtiyat hesabı bloku yerləşdirilmişdir. Həmin blokda ehtiyatların hesabat ilinin əvvəlinə və hesabat dövrünün sonuna balans dəyərləri, həmçinin dövr ərzində baş verən dəyişikliklər qeyd olunur. Düzgün doldurulmuş ticarət debitor borcları üzrə açıqlamalar cədvəlinin debitor borcu hesabat dövrünün sonuna sətri ilə cəmi qısa müddətli və cəmi uzun müddətli sütunların birləşməsindən yaranan xanalarda göstərilən məbləğlər maliyyə vəziyyəti haqqında hesabatın müvafiq olaraq uzun müddətli debitor borcları və qısa müddətli debitor borcları sətirlərindəki məbləğlərə bərabər olmalıdır. Nəzərə almaq lazımdır ki, maliyyə vəziyyəti haqqında hesabatda əks etdiriləcək qısa müddətli debitor borcları ticarət debitor borcları üzrə açıqlamalar cədvəlində əks etdirilən şübhəli borclar üzrə ehtiyat məbləği çıxılmaqla, yəni xalis qısa müddətli debitor borc şəklində təqdim edilir.